Salam, hər vaxtınız xeyir olsun. Əziz izləyicilər, müəllimlər, şagirdlər və biologiya sevərləriniz. Biz bu videomuzda sizlərlə dəyər test toplusundan, qan dövranı, tənəffüs bölməsinə aid olan testlərin izahlarını verəcəyik. İzahlara keçməmişdən öncə qeyd etmək istəyirəm ki, aprel ayının 1-dən inşallah biz müəllimlərlə də, abituriyentlərlə də təkrar qrupları ilə dərslərə başlayacağıq. Əgər dərslərə qoşulmaq istəyirsə, WhatsApp vasitəsilə 055 634 73 41 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Qrupların vaxtları birinci dördüncü gün saat 19:30, birinci dördüncü gün saat 21:30 və ikinci beşinci gün saat 19:30-dur. Sürətli şəkildə təkrar edəcəyik. Bütün dərs videoları hamısı bir-bir göndəriləcək. Qəşəng bir şəkildə dərslərin hamısını sorğu-sualına aparacağıq, testlər işləyəcəyik. Bol-bol və imtahana tam hazır şəkildə hazırlaşmış olacağıq. Başlayırıq qan damar sisteminə aid olan birinci sualdan. Deyir ki, insan ürəyinin sol qulaqcıq boşluğuna bilavasitə birləşən damarların sayı bərabərdir. Sol qulaqcıq boşluğuna birləşir 4 dənə ağciyər venası. Nəyə bərabər olur? Ürək kameralarının sayıdır ilə cavabımız. Ürək kameralarının da sayı 4 dənədir. Ona görə cavabımız A bəndidir. Ürəkdən venoz qanı çıxaran damarların sayı 1 dənədir, ağciyər kötüyü. Ürəyin mədəciklərinin sayı 2 dənədir. Ürəkdən arterial qanı çıxaran damarların sayı 1 dənə aortadır. Ürəyin qulaqcıqlarının sayı da 2 dənədir. İkinci sualda qanın hormonları daşıması onun hansı funksiyasına aiddir? Təbii ki, tənzimləyici funksiyasına aiddir. Plazma vasitəsilə bu hormonlar daşınır. Cavabımız D bəndi. Üçüncü sualda sakit halda bir tənəffüs hərəkəti zamanı insanın xaric etdiyi oksigenin miqdarı, qəbul etdiyi oksigenin miqdarından nə qədər azdır? 25 ml az olmuş olur. Yəni cavabımız D bəndidir. Bir tənəffüs hərəkəti zamanı 105 oksigen qəbul edirik, 80 oksigen xaric edirik. Millilitr təbii ki, və yaxud da santimetr kub. 105-dən də 80 çıxanda 25 qalır. Dördüncü sualda insanın fəaliyyət növü gəzinti. Bir dəqiqədə nəbz vurğularının sayı 75-dir. Ürək siklinə sərf olunan zaman 60-ı 75-ə bölürük. X-in qiyməti edir 0,8. Qaçışdırsa 120 dənə nəbz vurğusu var. 60-ı 120-yə bölürük. Bu da eləyir. Demək 0,5 saniyə. Bunları cəmlədiyimiz zaman cavabımız 1,3 saniyə A bəndi eləmiş olacaq. 5-ci sualda orta yaşlı insanın sakit halda bir dəfə nəfəs verdikdə xaric etdiyi havanın tərkibindəki karbon qazının həcmi oksigenin həcmindən neçə dəfə azdır? Verilən havada oksigen 80, karbon qazı isə 20 olur santimetr kub. Təbii ki, 80-i 20-yə böləndə 4 dəfə az olmuş olacaq. Yəni cavabımız A bəndi şəklində götürüləcək. 6-cı sualda insanın qanında fəal hərəkət etmək qabiliyyətinə malik hüceyrələr haqqında doğru fikri müəyyən edin. Yəni leykositlər idi bu, yalançı ayağı var idi və belə deyək də fəal hərəkət etmək qabiliyyətinə malik olurdu. 1 mm kub qanda 4000 olur, xeyr, 400 min olur, xeyr təbii ki, 4-10 min olurdu. Çox nüvəlidir, xeyr bir nüvəlidir. Qazlar mübadiləsində fəal iştirak etmir, qana qırmızı rəngdə vermir, uzullar da heç yox idi burada, amma fagositoz prosesini həyata keçirir. Ona görə cavabımız Y bəndidir. 7-ci sualda insanda nəfəs alma zamanı hava nəfəs borusundan bilavasitə keçir. Hara keçəcək? Bronxlara keçəcək. Yəni cavabımız C bəndi olaraq götürülür. 8-ci sualda yenə bu uyğunsuzluq biraz vaxt aparan sualdır deyir. Cədvələ əsasən uyğunsuzluqları müəyyən edin. Qanın formalı elementləri verilib. Eritrositlər, trombositlər, leykositlər 1 mm kub qanda miqdarı uyğunsuzluğu istəyir. Baxaq, birincidə verib, birinci fikirdə veribdir 3xc. 3 leykositdir. X 4-10 mindir. C yalançı ayaqlar əmələ gətirir. Bu doğru bir fikirdir. İkinciyə baxırıq 2YA. Trombositlərdir ikinci. Y 4-5 milyon olmur. Uyğunsuzluq pozuldu burada. 2-ni götürdük. 3'ə baxırıq burada 1 ZB. Birinci eritrositdir. Z 154 min ola bilməz.
e, nüvəlidir, heç ola bilməz. Yəni üçüncünü götürdük. Dördüncüdə deyib ki, 2ZD. İkinci trombosit Z 150-400 mindir. D nüvəsizdir. Bu doğru bir fikirdir. Ona görə götürməyəcəyik. Beşincidə bir Y veribdir. Bir eritrositdir. Y 4-5 milyondur. Y ortası basitlik şəkli formalıdır. Bu da doğrudur. Götürməyəcək. Altıncıda 3XD veribdir. Üçüncü leykositdir. X4 10 mindir. D'də də nüvəsizdir yazılıb. Yəni nüvəsiz deyil, axı leykositlər nüvəlidir. Ona görə cavabımız 2, 3, 6 C bəndi olaraq götürüləcək. 9-cu infarkt xəstəliyinin əsas səbəbi nədir? İnfarktın əsas səbəbi ürəyi qidalandıran damarların tıxanmasıdır. Xolesterinlə tutulmasıdır ki, oradan qan axışı baş vermir. Ona görə cavabımız B bəndi olaraq götürüləcək. 10-cu sualda orta yaşlı sağlam insanda müəyyən zaman ərzində ürək qulaqçıqlarının sistolasına N, mədəciklərinin sistolasına M saniyə vaxt sərf olunmuşdur. Ürək siklinə sərf olunan zamanı tapın. Biz məsəl üçün bir sikldə götürsək, qulaqcıqların sistolasına 0,1 saniyə, mədəciklərin sistolasına 0,3 saniyə. Bunları toplayanda 0,4 saniyə. 0,4-ü 2-yə vuranda biz nə olur? 0,8 edir. Ona görə cavabımız 2 vurulsun, n üstə gəlsin, m, A bəndi olacaq. 11-ci sualda uyğunsuzluğu müəyyən edin. Qan damarı yuxarı boş vena ilə venoz qan axır, düzdür. Ağciyər kötüyü ilə venoz qan axır. Aortanın arterial qan axır. Aşağı boş vena ilə venoz qan axır. Ağciyər venası ilə arterial qan axır. Cavabımız Y bəndi olacaq. 12-ci sualda nisbi sakitlik halında insan 120 tənəffüs hərəkəti etdiyi vaxtda atmosferdən onun ağciyərlərinə neçə litr oksigen daxil olmuşdur? Ağciyərlərinə daxil olanı istəyir də. Bir tənəffüs hərəkəti zamanı 105 daxil olduğuna görə mən 120-ni vuracam 105-ə. Bu da eləyəcək 12600 santimetr kub. Bunu da litrə çevirəndə 1000-ə böləcəm. O da bərabər olacaq 12,6 litr oksigen. Yəni cavabımız B bəndi. 13-cü sualda ağciyər kötüyündəki qırmızı qan hüceyrəsi insanın aorta damarına gələnə qədər verilmiş strukturların hansı arıcılıqla keçər? Təbii ki, birinci ağciyər kötüyündə olacaq. Bu burada verilmir. Görürsünüzmü? Nəzərə alınmayıb. Ağciyər kötüyündən sonra keçir ağciyər arteriyasına 5-dən başlanğıc götürdü. Getdi ağciyər kapilyarlarına 6, ağciyər venası ilə gəldi. Ürəyin sol qulaqçığına 4, sol qulaqçıqdan da sol mədəciyə 7 və sol mədəcikdən də aortaya keçdi. Demək 5, 6, 2, 4, 7. Cavabımız C bəndi olaraq götürülür. 14-cü sualda orta yaşlı insanda sakit halda 64 tənəffüs aktı baş vermişdir. Tənəffüs aktı deyirsə, hər tənəffüs hərəkəti 2 akt deməkdir. Ona görə 64-ü böləcəksiniz 2-yə, olacaq 32 dənə tənəffüs hərəkəti. Bu vaxt ərzində onun ürək qulaqçıqları neçə saniyə sistola vəziyyətində olmuşdur? 32 tənəffüs hərəkətinin nə? Deməli, 1 dəqiqədə 16 tənəffüs hərəkətidirsə, 32-ni mən böləcəm 16-ya, 16-ya. Tapacağım ki, 2 dəqiqə vaxtı, yəni 120 saniyədir. Bu vaxt ərzində ürək qulaqçıqları neçə saniyə sistola vəziyyətində olub? Deməli, 0,8 saniyədə 0,1 saniyəsə 120-yə də x qoyacaqsınız burada. X-i tapanda cavabınız sizin olacaq. Deməli, 15 saniyə. Yəni, A bəndi götürüləcək 14-cü sualın cavabı. 15-ci sualda insanda tənəffüs sistemi orqanları hansı bədən boşluğunda və ya boşluqlarında yerləşir? Tənəffüs sistemi orqanlarımız bizim yerləşər. Deməli, burun boşluğumuzdan başlayır. Kəllə boşluğunda yoxdur. Boğaz hissədədir zaten. Bir də döş boşluğundadır. Ona görə cavabımızı burada biz variantlara uyğun olaraq D bəndi götürə bilərik. 16-cı sualda cədvələ əsasən x-i tapın. Orta yaşlı sağlam insanda ürəyin ümumi diastolasına sərf olunan zaman 0,4 saniyə. Ürək qulaqçıqlarının sistolası 0,1 saniyə. Ürək mədəciklərinin sistolası da
0,3 saniyədir. A-dan B-ni çıxmaq lazımdır. Yəni cavabımız C bəndi qaldı. 17-ci sualda insanın hansı damarında arterial qan olur? Təbii ki, burada olacaq böyrək arteriyasında oksigenlə zəngin arterial qan. Cavabımız D bəndi. 18-ci sualda insanda qanın hansı formalı elementləri yalnız sümüklərdə əmələ gəlir? Cavabımız eritrosit və trombositlərdir. 1 və 3 qırmızı sümüyündə əmələ gəlirdi. Leykasitə qırmızı sümüklü ilə bərabər limfa düyünlərində də yaranır. Əsasən sonra deyək ki, badamcıqlarda da yaranır, timus vəzində də yaranır bu şəkildə. Ona görə e, bu cür qeyd eləmiş olduq. 19-cu sualda insanın ağciyər venalarının sayı ilə ağciyər payları sayının cəmini hesablayın. Ağciyər venaları 4 dənə, ağciyərin payları da sağ ağciyər 3 pay, sol ağciyər 2 pay, 5 dənə payda bu elədir. 5-in üzərində 4 gələndə cavabımız C bəndi 9 olacaq. 20-ci sualda sxemdə X və Y-in yerinə yazıla bilər. Plazma və X formalı elementlərdir. Y də burada leykositdir. Yəni cavabımız C bəndi olacaq. 21-ci sualda. Sxemə əsasən düzgün fikri tapın. X demək qanın X-in yerinə nüvəsiz qan hüceyrələri yazılmalıdır. Xeyr. Y toxumaları oksigeni daşıyır. Xeyr. Y-in yerinə qırmızı qan hüceyrəsi yazılmalıdır. Xeyr. Y orqanizm üçün yad simcikləri məhv edir. Bax, bu doğru bir fikirdir. Leykositdir çünki Y. X-in yerinə qanın rəngsiz hüceyrələri yazılmalıdır. Bu da olmaz. X ümumiyyətlə qanın formalı elementləridir. 22-ci sualda. İnsanın tənəffüs sistemində hava qırtlaqdan bilavasitə keçir nəfəs borusuna, yəni A bəndi olur bizim cavabımız. 23-cü sualda. Cədvələ əsasən X, Y və Z-i müqayisə edin. İnsanın tənəffüs sistemində traxeya sayı 1 dənədir. Bronxiol sayı çoxdur. Bronx sayı da 2 dənədir. X böyükdür Z, o da böyükdür. X kiçikdir Z. O da küçükdür Y-dən. Yəni cavabımız bu şəkildə olmalıdır. Y bəndi 23-cü sualda. 24-də insanın 5 litr qanındakı nüvəli rəngsiz hüceyrələrin minimal sayını hesablayın. 5 litr qan 5 vurulsun 10 üstü 6 millimetr kuba bərabərdir. Buradakı leykositi istəyir də X qoyduq. 1 millimetr kubda da minimum sayını deyirsə 4 vurulsun 10 üstü 3'dür. Yəni 4000'dir. Bunları hesablayanda X tapanda 5'i 4'e vuruq. 20, 10 üstü 6, 10 üstü 3 deyir, 10 üstü 9. Yəni milyard. 20 milyard olur bizim. Cavabımız D bəndi. 25-ci sualda xəstə insanın sol ağciyəri çıxarılmışdır. Bu insanın ürəyinə bilavasitə birləşmiş iri damarlarda neçəsinin boşluğunda venoz qan var. Sol ağciyər çıxarılıb və deyir ki, bu insan ürəyinə bilavasitə birləşmiş iri damarlardan neçəsinin boşluğunda venoz qan vardır. Yenə 3'ün olur da, yəni ki, burada heç bir dəyişiklik olmur axı. Heç bir dəyişiklik olmur. Cavabımız B bəndi olaraq götürülür. 3'ünün yuxarı boş vena, aşağı boş vena və ağciyər kötüyü. 26-cı sualda insanda ağciyər venaları ilə ürəyə daxil olan qan ürəkdən bir avazda hansı damardan çıxır? Aorta damarı ilə çıxır. Ağciyər venaları gəldi, sol qulaqcıq, oradan sol mədəciyə, sol mədəcikdən də aortadan çıxdı. 27-ci sualda nöqtələrin yerinə uyğun gələn ifadələrin düzgün ardıcıllığını deyir, müəyyən edin. Orta yaşlı sağlam insanın bir ürək sikli təqribən 0,8 saniyədir. Bunun 0,1 saniyəsi qulaqcıqların sistolasıdır. 5. 0,3 saniyəsi mədəciklərin sistolasıdır. 0,4 saniyəsi isə ürəyin ümumi diastolası olmuş olur. 5, 2, 3. Yəni cavabımız B bəndi. 28-ci sualda qanda eritrositlərin və ya hemoqlobinin az olması ilə əlaqədar olaraq baş verən xəstəlikdir. Bu anemiya xəstəliyidir. Cavabımız B bəndi olaraq götürülürdü.
Açıq tipli test tapşırıqlarından birinci suala gəlirik. Burada da 21 dənə sual var. Birinci suala gəlirik. Görək nə istəyib bizdən. Deyir ki, insanın müəyyən müddət ərzində nəfəs aldığı havada oksigenin miqdarı 2520 santimetr kubdur. Ağciyər kapilyalarından keçən oksigenin miqdarı nə qədər olacaq? Demək, bir tənəffüs hərəkəti ərzində nəfəs aldığı havadakı oksigenin miqdarı 105-dir. Düzdür? Bundan nə qədər keçir kapilyara? 25-i keçir də. Düzdürmü? Bəs 2520 olanda nə qədər olacaq? Biz burada cavabımızı hesablayan zaman 2520-ni vuracağıq 25-ə, böləcəyik 105-ə və cavabımız x bərabər olacaq 600-ə. Gəldik ikinci sualda. Cədvələ əsasən x plus y cəmini hesablayın. İnsanda müəyyən vaxt ərzində sakit halda tənəffüs prosesində alveollardan qana keçən oksigen qazının həcmi 1050 ml bərabərdir. Nəfəs almaların sayı, nəfəs vermələrin sayını istəyir bizdə. Bir tənəffüs hərəkətində ağciyər alveollarına keçən oksigenin həcmi 25-dir. Ona görə 1050-ni böləcəm 25-ə və tapacam ki, cavabımız bizim burada 42 tənəffüs hərəkəti eləmiş olur. Hər tənəffüs hərəkətində də deməli, bir dənə nəfəs alma, bir dənə nəfəs vermə varsa, x-in də qiyməti 42-dir, y-in də qiyməti 42-dir. Cəmləyəndə cavabımız nə olacaq? X plus y bərabərdir 84 şəklində götürüləcək. Üçüncü sualda düzdür, PDF-də nədirsə yaxşı deyil, güclə oxunur, amma bacardığımız qədər izah eləməyə çalışacağıq. Nə deyir? Cədvələ əsasən tənəffüs hərəkətlərindən neçə dəqiqə vaxt sərf olunduğunu hesablayın. Sakit ya da sağlam insan orqanizmində tənəffüs hərəkətlərinin sayını istəyir. Alveollardan qana keçən oksigenin miqdarı. Deməli, 4000-i böləcəm 25-ə və tapacam ki, burada bir dəfə 150-də 6 dəfə 160 tənəffüs hərəkəti olmuşdur da elə. Bir tənəffüs hərəkətində oksigen keçir kapilyara 25 ml. Neçə tənəffüs hərəkətində 4000 keçəcək? 4000-i 25-ə bölüb 1-ə vuracaq. Cavabımız 160 tənəffüs hərəkəti edəcək. Bir dəqiqə. Bəli. 160 tənəffüs hərəkəti edəcək. Bu cür götürdük biz cavabımızı. Vaxtı istəyir amma bizdən. Neçə dəqiqə sərf olunduğunu. Biz tənəffüs hərəkətlərinin sayını tapmışıq. Bir dəqiqədə 116 tənəffüs hərəkəti olduğuna görə də 160-ı böləcəyik 16-ya, tapacağıq ki, 10 dəqiqə vaxt sərf olunur. Vaxt istəyirmiş. Mən diqqət eləmədim. Dördüncü sualda cədvələ x plus y-in qiymətini tapın. Cəmini. Yenə atmosferdən ağciyərə daxil olan oksigenin həcmini 1050 veribdir. 1050-ni həmən mən 105-ə bölürəm. Bir tənəffüs hərəkətində daxil olan oksigenin miqdarına. Deməli, 10 dənə tənəffüs hərəkəti baş veribdir. Nəfəs almaların sayı 10, nəfəs vermələrin sayı 10-dur. Bunların ikisinin cəmi də olacaq 20. Beşinci sualda insanın limfa sistemində olmur. Bir ucu qapalı limfa kapilyarı olur. Ürək olmur. 2. Limfa düyünləri olur. Bir ucu qapalı limfa venaları olmur. Limfanı ürəkdən çıxaran damarlar olmur. 2, 4, 5 oldu bizim cavabımız. 6-cı sualda mətndə nöqtələrin yenə uyğun gələn ifadələri düzgün ardıcılığı müəyyən edin. Qanın tərkibində olan nöqtə-nöqtə toxumalara oksigen daşıyır. Təbii ki, bu eritrositlərdir, 4 nəvli. Onlar həm toxumalarda yaranan karbon qazının bədəndən çıxarılmasında iştirak edir. Qanda olan leykositlər 5, orqanizmə düşən yan cizimcikləri və xəstəlik törədən mikrobları məhv edir. Qanın laxtalanmasında trombositlər iştirak edir 1. Cavabımız 4, 5, 1 şəklində olaraq götürdük. 7-ci sualda insanda qanı ürək boşluğuna gətirən damarları seçin. Ürək boşluğuna qanı gətirir yuxarı boş vena,
aşağı boş venal və ağciyər venaları. Cavabımız 1, 3, 4 şəklində olaraq götürüldü. 8-ci sualda insanın ürəyində taylı qapaqlar açıq, aypara qapaqlar bağlıdırsa, demək ürəyin siklinin birinci fazasında qulaqçıqlar yığılır. Bir ikinci fikir buradan düz oldu hemen. İkinci fazadır. Xeyr, mədəciklər sistoladır. Xeyr, boşalma vəziyyətində olur mədəciklər həmin anda. 9-cu sualda irsən keçən qan xəstəliklərini seçin. İrsən keçən qan xəstəlikləri talasemiya və hemofiliyadır. 2-5 olaraq götürürük biz bunu. 10-cu sualda mətndə nöqtələrin yerinə uyğun gələn ifadələrin düzgün ardıcıllığını müəyyən edin. Qanla hüceyrələr arasında əlaqə nöqtə-nöqtə vasitəsilə həyata keçirilir. Qanla hüceyrələr arasında əlaqə kapilyarlar vasitəsilə həyata keçirilir təbii ki. Mübadilə orada gedir. Bu damarlarda qan yavaş axaraq qida maddələrini və oksigeni hüceyrələrə verir. 5 və onlardan lazımsız maddə və karbon qazını 2 alır. Deməli ardıcıllığımız 4, 6, 5, 2 şəklində olacaq. 11-ci sualda insanın ürəyi haqqında mülahizələrdən düzgün olanları seçin. Döş qəfəsində yerləşir, bəli, 4 kameralıdır, bəli. Qulaqçıqların əzələvi divarı mədəciklərin əzələvi divarından qalındır, xeyr, nazik olur. 2 qulaqçıq 2 mədəcikdən ibarətdir, doğrudur. Qulaqçıqlarla mədəciklər arasında aypara yox, taylı qapaqlar yerləşir. Sağ mədəciyin əzələvi divarı sol mədəciyin divarından qalındır yazıbdır. Bu da səhvdir. Nazikdir olmalıdır. Cavabımız 1, 2, 4 şəklində olaraq götürülür. 12-ci sualda nöqtələrin yerinə uyğun gələn sözlərin düzgün ardıcıllığını müəyyən edin. İnsan orqanizmində kiçik qan dövranı bir damarla başlayır ağciyər kötüyü ilə. 2-ni yazdıq bura. 4 damarla başa çatır. 4 dənə ağciyər venası ilə. Biri yazdıq bura. Kiçik qan dövranının arteriyalarında venoz qan olur. 5. Venalarında isə arterial qan olur. 3. Ardıcıllığımız 2, 1, 5, 3 şəklində olacaq. Gəldik 13-cü sualda. Deyir, nöqtələrin yerinə uyğun gələn sözlərin düzgün ardıcıllığını müəyyən edin. İnsan orqanizmində böyük qan dövranı bir damarla başlayır. 2 ilə başladıq. 2 damarla başa çatır. Aorta ilə başlayır, aşağı yuxarı boş vena ilə qurtarır. 2 damar sözü 6-da verilibdir. Böyük qan dövranın arteriyalarında arterial qan olur. Venalarında isə venoz qan olur. 2, 6, 3, 5 şəklində ifadə eləmiş oluruq biz ardıcıllığımızı. 14-cü sualda yenə ardıcıllıq istəyibdir bizdən. İnsanın ürək boşluğuna bilavasitə 8 dənə iri damar birləşir. Bu damarlardan 5-ində demək arterial qan olur. Demək venoz qan 3. Ürək boşluğuna 2 damarla gəlir. Yuxarı boş vena, aşağı boş vena. Ardıcıllığımız 2, 4, 3 şəklində olacaq. 15-ci sualda insanın ağciyər venasındakı qırmızı qan hüceyrəsi yenidən ağciyərə çatdıqda ürək kameralarından hansı ardıcıllıqla keçər? Ağciyər venasında bir eritrosit varsa, o birinci gələcək ürəyin sol qulaqcığına. Sol qulaqcıqdan keçəcək sol mədəciyə. Oradan gələcək sağ qulaqcığa, sağ qulaqcıqdan sağ mədəciyə keçəcək. Oradan da ağciyər kötüyü ilə gedəcək ağciyərlərin içərisinə. 1, 2, 4, 3. 16-cı sualda insanın kiçik qan dövranına aid sxemdə hansı rəqəmlərlə verilmiş strukturlar səhv göstərilmişdir? Demək, sol mədəcikdən başlamaz ağciyər kötüyü. Bu birinci səhv göstərilib. Ağciyər kötüyü getdi, ağciyər arteriyaları, ağciyər kapilyarı, ağciyər venası və sağ qulaqcıqla bitməz. Sol qulaqcıqla bitər. Bunu da səhv ediblər. Demək, cavabımız 16-cı sualda 1 və 6 oldu. 17-ci sualda insanın nəfəs aldığı havadakı oksigenin
Verilənlərdən keçmə ardıcıllığını müəyyən edin. Demək, burun boşluğu, burun udlaq, sonra qırtlaq 3, qırtlaqdan nəfəs borusu 6, oradan bronxlar 4, bronxlardan bronxiollar 1, bronxiolların ucunda yerləşir alveollar 5 və alveollardan da ağciyər kapillyar damarlarına 2. 3, 6, 4, 1, 5, 2 olacaq bizim ardıcıllığımız. Gəldik 18-ci suala. Yanlış olanı seçin deyir. Nəfəs alma zamanı döş boşluğu genişlənir. Bu düzdür. Nəfəs vermə zamanı diafraqma yassılaşır. Bax, bu səhvdir. E, Diafraqma əksinə ağciyərə tərəf yuxarıya doğru qalxır. Nəfəs alma zamanı qabırğalı əzələlər yığılır. Bu doğrudur. Nəfəs vermə zamanı ağciyərin həcmi kiçilir. Bu da doğrudur. Nəfəs alma zamanı diafraqma əzələsi boşalır. Xeyr, boşalmaz, yığılar. Nəfəs vermə zamanı alveollardakı təzyiq azalır. Xeyr, artır. Ona görə də çölə çıxmalıdır hava. Demək 2, 5, 6 olacaq bizim cavabımız. 19-cu sualda nöqtələrin yerinə uyğun gələn sözlərin düzgün ardıcıllığını müəyyən edin. İnsanda nəfəs alma zamanı udulan atmosfer havasındakı nöqtə-nöqtə qazının bir hissəsi alveolların divarlarından onları bürüyən kapillyar damarlarına keçir. Yəni bura 1-dir. Yəni burada da oksigen olacaq da. Oksigen qazının bir hissəsi keçir də. 3 keçir. Karbon qazı isə alveollara daxil olur. 5. 3, 1, 5 olacaq bizim ardıcıllığımız. 20-ci sualda nöqtələrə yerinə uyğun gələn ifadələrin düzgün ardıcıllığını müəyyən edin. Ancaq bunlar nöqtələrdən istifadə ediblər deyəsən bu testin içərisində. Kiçik qan dövranı ürəyin demək sağ mədəciyindən ağciyər kötüyü ilə başlayır. Ağciyər kötüyündən ağciyər arteriyalar yəni ağciyərə aparan sağ və sol ağciyər. Deməli burada ağciyər kötüyündən venoz qanı 5 olmalıdır və ağciyər arteriyaları 3 də burada olmalıdır. 4, 5, 3. Ardıcıllığımız bu şəkildə. Bir də uyğunluğu müəyyən eləmə testi var burada. Leykositlər və eritrositlər veriblər. Qırmızı sümüyündə hər ikisi əmələ gələ bilir. 1 mm kub qanda 4-5 milyon eritrosit, yalançı ayaqlara malikdir. Leykosit ömürləri 120 gündür. Eritrosit rəngsizdir, leykosit. 1-ə C-yi, 2-yə A, 3-ə B, D şəklində götürdük biz cavabımızı. Belə, əzizlər, növbəti test izahında görüşənə qədər sağ olun, hələlik.